Müsahibimiz Xankəndi futbolunun təcrübəli futbolçularından biri Nodar Məmmədovdur. Nodar, bugün vacib olan 3 xalı qazandınız, amma çətin oyun oldu. Yəni iki fərqli sanki hissə gördük, izlədik. Oyunu zəhmət olmasa şərh eləyərdim. Düzün deyim, oyuna çox ciddi hazırlaşmışdıq. Birinci taymda çox çətin oldu. Yəni istədiyimiz oyunu oynaya bilmirdik. Həm də rəqib də yəni imkan vermirdi. Amma ikinci hissədə şükürlər olsun, doğrudan uşaqlar çox yaxşı oynadı. 2 dənə qol vurduq. Axırda da elə bir heyf qol buraxdıq. Amma yəni 3 xal qazanmağımıza yetdi bu. Əlbəttə bizə əsas məqsədimiz bu oyunda qol buraxmaq yəni şey deyildi də. Yəni 3 xal idi. 3 xal idi. İnşallah ki, onu da istəyimizə çatdıq. Bundan sonra elə bir çox tur var. Bayaq da müsahibə verəndə futbolçulardan soruşurduq. Yəni irəlidə sizi bəlkə də 20-yə yaxın son 6-lığı da nəzərə alsaq 20 tur gözləyir. 19-20 tur qalıbdır. Yəni necə düşünürsən? Yəni bundan sonraki rəqiblər düzdür, o ilk etapda görüşdüyümüz rəqiblərdən zəif deməyim, yəni daha aşağı pillələrdə gedən komandalardır, amma Xankəndi komandasına qarşı bütün komandalar sanki son oyununa çıxır. Onsuz da yəni biz əvvəlcədən də belə olub, əvvəlcədən də Xankəndinə qarşı doğrudan çox başqa cür hazırlaşdılar da komandalar. Yəni marafon uzundur. İnşallah ki, çalışacaq hər oyuna. Yəni bu lider komandalar nətəri oyuna hazırlaşırdıq. Opsi oyunlara da elə hazırlaşıb 3 xallarımızı qazanmaq. Hər oyunu son oyuna. Əlbəttə. Düzdür. Oldu. Təşəkkür edirəm. Sağ ol.